Demək, ilk növbədə neftin qiymətinin düşməsinin yaratdığı təhlükədən dedikləriniz doğa bilər. Bu nə təhlükədir? Neftin qiymətləri kəskin azalarsa, biz manatın məzənnəsini uzun müddət bu səviyyədə saxlaya bilmərik. Yəni, bu gerçəkdir. Yadınızda var, 2015-ci ildə nə baş verdi? Neftin qiymətləri kəskin şəkildə aşağı düşdü. Biz qısa zaman kəsiyində manatı 2 dəfə devalvasiya edib, onu 0,68 qəpikdən 1 dollar üçün qaldırdıq, elədik 1 manat 70 qəpik. Düzdürmü? Bu praktik olaraq 2 dəfə, 3 dəfə artım deməkdir. Yəni, bugün biz bundan sığortalıyıq mı? Neftin qiyməti 50 dollara düşəndə biz bundan sığortalıyıq mı? Bax, o dediyiniz qiymət artımları onda baş verəcəkdir. Əgər biz bu məhsulu xaricdən bugün gedib 1 dollara alıb gətirirdiksə və bu 1 dolları Azərbaycan bazarında 1 manat 70 qəpiyə alırdıqsa, yəni maliyyə sektorundan biz bunu iş adamı olaraq 1 manat 70 qəpiyə alırdıqsa, səhər biz bunu 2 manat 50 qəpiyə alanda 1 dolları. O dollara gətirdiyimiz məhsulu da burada 1 manat 70 qəpik ölçüsü ilə satan deyilik. 2 manat 50 qəpik ölçüsü ilə satacaq. Bu artıq Azərbaycan vətəndaşının büdcəsinə belə deyək, bir yük olacaqdır. Və mən inanmıram ki, devalvasiya səviyyəsində əməklər, təqaüdlər həmən artacaqdır. Bunu etmək mümkün deyil və ümumiyyətlə məntiq, iqtisadi məntiq, maliyyə məntiqi də buna yol verməz ki, nə qədər demək sən devalvasiyanı sədd eləmisənsə, həmən həddə də demək ödənişləri artırasan, yəni əmək haqqı, təqaüd və sairə digər ödənişləri. Bunu etmək həm fiziki, həm psixoloji, həm bütün cəhətlərdən mümkün deyil. Yəni bu mümkün olmayacaq. Mümkün olmayacaq demək yük hara düşəcəkdir? Yük bizim üzərimizə düşəcəkdir. Yəni biz bugün bu məhsulun alışına 2 manat xərcləyiriksə, sabah biz buna 3 manat 20 qəpik xərcləyəcəyik, şərti deyirəm. Amma bu halda bizim əmək haqqımız deyək ki, 5%, 10% arta bilər, arta bilməz. Mən hesab etmirəm ki, neftin qiymətləri əgər 50 dollara düşəcəkdirsə, biz maaş artıracağıq və ya da təqaüd artıracağıq. Bunu da çıxışımın əvvəlində dedim. Ona görə bax, necə təsirlər edə bilər sualınıza, neftin qiymətlərinin aşağı düşməsi necə təsir edə bilər sualınıza cavab verirəm. Bax, qiymətlər bu şəkildə bağlanıla bilər. Və bütövlükdə dünya çapında istehsalın aşağı düşməsi, Trumpın tətbiq elədiyi rüsum müharibəsi fonunda iqtisadiyyatda baş verən təlatümlər bütövlükdə dünya bazarında qiymətlərin artımına gətirib çıxarda bilər. Çünki istehsalat azalacaqsa, bütün sahələrdə deməli qiymətlər qalxacaqdır. Biz dünən gedib bu qiymətlərin qalxdığı fonda biz dünən gedib 1 dollara alıb gətirdiyimiz məhsulu 1 manat 1 dollar 20 sentə, nə bilim 1 dollar 30 sentə alıb gətirəcəksə, deməli məcbur olacağıq daxildə də onu həmin ekvivalentdə sataq insanlarımıza, vətəndaşlarımıza. Ona görə bütövlükdə həm beynəlxalq müstəvidə, iqtisadi müstəvidə baş verən proseslərin təsiri və o təsirdən neftin qiymətləri ilə bağlı manatın məzənnəsində baş verən dəyişikliklər, baş verə biləcək dəyişikliklərin təsiri. Bütün bunlar hamısı bu şəkildə həm Azərbaycan iqtisadiyyatına, həm Azərbaycan vətəndaşına təsir edə bilər. Ona görə arzu olunan deyil. Məsələn, mən son günlərdə... Qarşısını necə ala bilərik? Yəni, bizim gücümüz xaricindədir. Trumpın qərarları da vermiş olduğu yeni strateji addımlarda. Avtomatik olaraq, əgər biz neftdən asılı bir büdcəyə malikiksə, bu avtomatik olaraq təsir göstərəcək. O baxımdan qarşısını almanın yolları varmı sizcə? Trumpın qarşısını ala bilmədiyimizə görə. Gümüş xanım, var, amma bunlar uzun yollardır. Bunlar üçün biz çox iş görməliyik. Mən bunu dəfələrlə mətbuatda da yazmışam, telekanallarda da demişəm. Axırıncı sizin verilişdə yox, bundan öncə başqa verilişlərdə də demişəm, bu fikirlər qoy təkrar kimi səslənməsin, amma nə başqa yol var? Neftdən asılılıqdan qurtarmaq lazımdır. Bunun üçün deyək ki, imkanlarımız varmı, yoxmu? İmkanlarımız başdan yuxarı. İqtisadiyyatın əsas onurğa sütununu təşkil edən kiçik və orta biznes bütün dünyada belədir. Onun bugün bizim iqtisadiyyatın onurğa sütununu təşkil edən kiçik və orta biznesin hansı problemi var? Bir problemi var. Dəfələrlə deyirəm, bilmirəm, yetkililər bunu eşidirlər, baxırlar, fərqindədirlər, fərqində deyirlər. Bizim orta və kiçik biznesin bir problemi var. Bu maliyyə əlçatanlığı problemidir. Biznesin maliyyə əlçatanlığı yoxdur. Bankda verilən 15-20% kredit normalda istehsalatda 8-10-12% ən yüksək rentabelliyi üçün yetərli deyil. Yəni bu demək ki, bu kredit yoxdur. Ağıllı adam gedib o faizlə kredit götürüb biznes edə bilməz. Və yaxud da ki, güzəştli şərtlərlə kreditlər verilir bizdə, siz bilirsiniz. Mən ümumi bir təhlil elədim, Sevinç xanım. 7 ildə, son 7 ildə Azərbaycan iqtisadiyyatının ümumi çəkisi 520 milyard manatdır. Yəni
7 ildə biz 520 milyard manatlıq ümumi daxil məhsul hesab etmişik. İndi deyin, bu qədər iqtisadiyyat üçün biz nə qədər güzəştli kredit vermişik? 3,2 milyard. 0,6%.